Bakı 85% neftlə cəbhəni təmin edib. Amma o qəhrəman şəhər adına layiq idi. O adı hələ almayıb. Amma bütün araşdırmalarda görünür ki, Azərbaycan həmi xalqı, həmi vətəndaşları, həmi 6 diviziya ki, o müharibədə iştirak edib, onlar rəşadət göstəriblər, qəhrəmanlıq göstəriblər. 416-cı Taqanrog diviziyası Berlinə kimi gedib. Təbii ki, onları da biz yaddan çıxartmırıq. Hələ 1-ci Dünya Savaşında, 2-ci Dünya Savaşında bizim qəhrəman oğullarımız olub. Məsələn, 2 dəfə Sovet İttifaqı qəhrəmanı Həzaslanov biz necə unuda bilərik? Və yaxud da Mehdi Hüseynzadəni necə unuda bilərik? Hansı ki, onlar bu qələbənin qazanılmasında xüsusi rol oynayıblar. Məsələn, Həzaslanov həm Moskvanın müdafiəsində, həm Belarusiyanın müdafiəsində, Minskinin müdafiəsində, həm də Qafqazın müdafiəsində xüsusi xidmətlər göstərib. O xidmətlər həm Azərbaycan xalqının, həm də həmin ölkələrdə yaşayan insanların xatirəsində həmişə qalacaq. Onun abidəsi ucalır, bilirsiniz ki, onun haqqında kitablar yazılıb, kinolar çəkilib. Amma yenə də azdır, yenə də hələ öyrənilməmiş məqamlar var. Onlar öyrənilməlidir və təbliğ olunmalıdır. Və yaxud da götürün Ziya Bünyatovu, və yaxud da götürün İsrafil Mamedovu, və yaxud da başqa bizim qəhrəmanlarımız haqqında Rəfiyevi və yaxud da ki, bizim Əhmədiyyə Cəbrailovu, onlar həmin dövrdə, baxmayaraq ki, Fransa Azərbaycana bu günləri hədiyyə yağdırır, amma partisan hərəkatında Əhmədiyyə Cəbrailov Fransada uşaqların faşistlərdən azad olunmasında, qocaların azad olunmasında orada böyük fəaliyyətin xidməti olub və bugün də o xatırlanır və onun əməyi xüsusi yer tutur həmin dövrdə. Amma baxmayaraq ki, yenə deyirəm, Fransa bu günləri faşizmi təbliğ edir, Ermənistana dəstək verir. Ermənistanda görürsünüz, Necdanın abidəsi qoyulub. Onlar hələ də bu günləri faşizmə xidmət edirlər, faşizmi təbliğ edirlər, tarixi saxtalaşdırma cəhdlər göstərirlər. Məsələn, Necda kimi vətən xainini Sovet dövründə 25 il türmə cəzası almış Necda abidə qoyurlar və onun xidmətlərini və yaxud da ki, onu bir qəhrəman kimi keçmiş Sovet ölkələrinə, ondan sonra sırmağa cəhd göstərirlər. Bunlar da qarşısı alınmalıdır. Tarixi saxtalaşdırmaq olmaz. Tarix necə var, o cür olmalıdır və orada da xidmət göstərən insanlar təbliğ olunmalıdır. Qəhrəmanlıq göstərənlər təbliğ olunmalıdır.